istəyirdim bugünə kimi. Amma bilirsiniz də, mən obyektiv adamam. Dediyimi deyəcəm, ürəyim partlayar. Bugünkü geyimdən sonra sizi istəmirəm. Çox sağ olun. Şəfqə xanım bu gün çox əsəbi gəlib, mən sizə əvvəldən deyim. Əsəbi gəlməmişəm. Əsəbi, Samirəni burada gördüm, Samirə xanımı əsəbləşdim. Ona görə də Allah haqqınız xeyirli eləsin. Mən çox... İnşallah. Hə, geyiminizi nəsə bəyənmədi, dedi küstüm ondan. Tələsik Özü bilir ki, mən ona görə ağlamışam, mən ona görə Şəfqə xanım, bu geyim deyil. Maşından, klientdən gəlirəm, yəni belə üzr istəyirəm, müştəri çürdürəcəm. Üzr istəməkdir, müştəri ilə görüşən adam o tipdə, müştəri aparan, sürücü işləyən adam o tipdə geyinmir. Mən xahiş edirəm, çıxardın onu, qoy daxilən, həqiqətən siz kimsiniz ki, necə varsınız, necə geyinmişsiniz, ictimaiyyət görsün. Axırıncı dəfə olsun da belə geyinməyin. Tez üstünü örtüb də, Ayşe, görünmür heç nə. Tamaşaçı görməyib ki, onun yox, həm də burada nə var, yəni belə şey var. Biabırçılıqdır. Samir, qoy görsün, dur düzdür, dur geyin, sən mənim. Deyir, örtüb də üstün, çıxardın onu.